Salam əziz dostlar, xoş gördük bizi. Bugün sizlərə bir kitab tövsiyəsi vermək istəyirəm. Fransız filosof və yazıcı Albert Camus'un Tan romanı barədə danışmaq istərdim biraz, tövsiyəsini vermək istərdim bu kitabın. Mənə həyatımda ən ciddi təsir edən əsərlərdən biri olub. Tan romanı çox sadədən də sadə bir şəhərin başına gəlmiş xəstəliklə bağlı olan bir romandır, əsərdir. Təkcə burada o xəstəlik, onunla mübarizə də təsvir edilmir. Epidemiya yayıldıqdan sonra, çox ağır bir xəstəlikdir tam, yayıldıqdan sonra insanların rəftarını təhlil edir yazıcı burada. Və bizim də qarşımıza bir sıra seçimlər qoyur. Xüsusən də baş qəhrəman, həkim Rionun bütün bu absurdun, mənasızlığın içində vicdanla işini görməkdə məna tapması, elə həqiqətən də bunun bir üsyan olması, bir mübarizə olması insanlığa çox ciddi mesajlar verir. Yəni nə qədər yaşadığın cəmiyyət absurdla dolu olsa, mənasızlıqla dolu olsa da, sən bir həkim olaraq, müəllim olaraq, bir süpürgəçi olaraq, bir metro işçisi olaraq sadəcə oturub vicdanla öz işini görməyin də mübarizənin bir parçası ola bilər. Və o mübarizə Rionun taleyində, Rionun belə deyək, aktlarında öz əksini çox gözəl tapır. Əslində Albert Camus burada bizə bir çox seçim verir. Yəni sən bir şərlə üz-üzəsənsə, nələr edə bilərsən? İnsanoğlu nələr edə bilər, nələrə qadirdir? Kitabı diqqətlə oxusaz və təhlil etsəz, 44 günlük savaşla, pandemiya dönəmi ilə, koronavirus bir absurd dövr oldu. O dövrlə, bir sıra siyasi proseslərlə, tarixi proseslərlə paralel müqayisələr apara bilərsiniz. Çox ciddi bir əsərdir və şərlə mübarizədə, şərin gəldiyi anda, ayaq səsləri eşidilən anda insanoğlunun müxtəlif aktlarını, rəftarlarını çox ciddi şəkildə, böyük ustalıqla işləyir burada müəllif Albert Camus. Şiddətli şəkildə tövsiyə edirəm. Ümid edirəm ki, sizin üçün maraqlı olar. Oxuduqdan sonra fikirlərinizi bildirsəz, şad olaram.